Selamünaleyküm değerli Kanal 8'i izleyicilerimiz, Sesi TV1 izleyicilerimiz. Bugün Ağcabədi rayonundayıq. Bu yaşıllaşma idarəsi deyilir. Əlqara müəllimin işçiləridir. Mən inanıram ki, bu işgüzarlıq davam eləyəcək. Fəaliyyət yaxşı görsənir. İnşallah yəqin ki, burada tez-tez avariyalar olunur. Elə başa düşürəm ki, bu işıqlanma hər iki tərəfdə işıqlanma işini görmək lazımdır ki, bu pavarotlarda görsənsinlər. Çok sağ olsunlar, güzel insanlar, zəhmətkeş insanlar. İnşallah bunların hamısı tədricən öz əksini tapacaq. Əlqara müəllim inanıram ki, təcrübəli insandır. Ağcabədini fəxridir. İnşallah gələcəyə də bu işlər davam edəcək. Məhkəs yönlü şəkildə. Xocavəndə dönən istiqamətdir bura. Dəyərli izləyicilərimiz, əziz dostlar. Möhkəmən Əlqara müəllim, inanıram ki, bunu nəzərə alasınız. Bu işıqlanma sistemi burada olsun ki, burada gəlib pavarotlarda dönən, istiqamət götürən maşınlar təhlükə ilə üzləşməsinlər. Sağ olun, var olun. Sizinlə canlı yayımda oldu. Hak Sesi TV1, Kanal 8 yerinin rəhbəri Elxan Müzəffəroğlu. Növbəti inşallah görüşlərə qədər. Yolun qırağı təmizlənir, çox gözəl.